Salam əziz izləyicilər. Biz bugün sizinlə OTK blok sınaq 2-ə baxırıq. 11-ci sinif. 31-ci sualda deyir bizə rel vahidən uyğun gələn xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edin. Deməli rel vahidi verir bizə Ornök ovalığı, Laplato ovalığı, Orta Sibir yaylası, Anadolu yaylası. Və deyir bizə cənub-qərb yarımkürəsində yerləşir. Verilənlər isə cənub-qərb yarımkürəsində yerləşən hansıdır? Laplato ovalığı. Olacaq 2-yə 1. Spektator yumuşağında yerləşir Ornök ovalığı 1'ə 2. Orta Sibir yaylasına aid olan xüsusiyyət burada mülayim iqlim uşağının kontinental tipində yerləşir 3'ə 3 olur. Anadolu yaylası harda yerləşir? Geosinal ərazidə 4'ə 4 olur. Doğru cavabımız olur 1'ə 2, 2'ə 1, 3'ə 3, 4'ə 4. D variantı. Baxırıq biz 32-ci suala. Xəritə sxemində qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim tipi Fransa ilə Almaniyanı verir bizə xəritə sxemində. Kəskin kontinental burada yoxdur, yanlışdır. Kontinental mülayim dəniz, kontinental da yoxdur, yanlışdır. Mülayim dəniz, Aralıq dənizi. Aralıq dənizi Fransada var, amma Almaniyada yoxdur. Bu da C də yanlışdır. D-yə baxırıq. Mülayim dəniz, mülayim kontinental. Bəli, D doğrudur burada. Aralıq dənizi yenə Almaniyada yoxdur. E də yanlışdır. 33-cü sual. Kars reformaları hansı yarımadada daha geniş yayılmıştı? Biz Kars reformaları ümumiyyət demişdik ki, Cənubi Avropa daha geniş yayılıb. Kiçik Asiya yanlış, Pirneya yanlış, Apennin yanlış, Skandinaviya yanlış. Doğru cavabımız Balkan. E. Baxırıq biz 34-cü suala. 34-cü suala deyir bizə xəritə sxemində işarələnmiş ərazilər üçün ümumi xüsusiyyətlər müəyyən edin. Cənubi Amerikanın cənub-şərqidir bu ərazi və bizə verir burada Afrikanın cənub-şərqi, Avstraliyanın cənub-şərqi hissələrin. Cavan dağlar yerləşir. Bu ərazidə cavan dağ görə bilmirik ki, yanlışdır. Pasat gölən təsirə məruz olur. Pasatlar tropikdən ekvatora doğru əsirsə bu ərazidə rast gəlinməz. B ilə yanlışdır. İstok gəncəliyanın təsirə məruz qalır. Bəli. C doğrudur. Spektator iqlim uşağı burada yerləşmir bu ərazilər. Tropik iqlim uşağına düşür. Artıq aktiv seismiklə malikdir. Bu da yanlışdır. 35-ci sual. Ərazidə mümkün buxarlama kəmiyyəti 1800 mm, rütubətlənmə misalı 1,5 olarsa, əraziyə düşən illik yağıntıların miqdarını hesablayın. Ümumiyyətlə rütubətli kəmisalı bərabərdir, yağıntını bölürdük biz buxarlanmaya. Tapanda. İndi bizdə rütubətli kəmisalı var və buxarlanmanın miqdarı var. Yağıntını tapmaq istəyiriksə biz, yağıntı bərabərdir. Rütubətli kəmisalını vurmalıyıq. Biz buxarlama kəmiyyətinə, yəni 1800'ü vurmalıyıq biz. 1,5'ə. Bu da eləyir 2700. Doğru cavabımız B variantı. Növbəti sual. 36-cı sual. Yay gündürmü günü gündüzün uzunluğu daha çox olan olduğu məntəqələr müəyyən edin. Ümumiyyətlə yay gündürmü günəş şərdə olur. Şimal tropik xətt üzərində və şimal tropikindən şimal qütbünə doğru getdikcə gündüzlərin uzunluğu artır. Deməli biz olacaq 1-ci məntəqənin 6-cı məntəqə. Doğru cavab B variantı. 37-ci sual. Qaradəniz sahillərində yerləşən dağlar. Qafqaz dağları yerləşir. Doğrudur. Alt dağlar yerləşmir. Kopet dağı yerləşmir. Zagros dağlar yerləşmir. Punt dağlar yerləşir. Krım yerləşir. 1, 4 və 6. Bu da verilir bizə E variantında. 28. Yanlış fikri müəyyən edin. Daha doğrusu 8. Yanlış fikri müəyyən edin. Orta Sibir yaylasının şərqində Verxanski hissəsi yerləşir. Bəli, A doğrudur. Cənub-qərbi Asiyada Euro reformlar yayılmışdı. Bəli, bu da doğrudur. Himalaya dağlarının şimalında Tibet yaylası yerləşir. Bəli, bu da doğrudur. Pamir dağları ən dəniz zirvəsi Nepalda yerləşir. Bu yanlışdır. Nepalda yerləşmir. Dünyanın ən zirvəsini bəli götürərdik biz orada. 38. Və E variantı deyir. Böyük tütün üzərliyi daha çox mənimsənilmişdir. Bəli. Əhalinin sıxılmaz günəşli ərazilərdən biridir. Deməli bizim cavabımız o D variantı burada. 39. Yağıntının orta illik miqdarı deməli verib bizə 600-1000 mm arasında. Ağcabəddə xeyr. 200-400 arasıdır. Şamaxı, Kəlbəcər, Tərtər deyinlə 200-400. Xocavənd, Qusar, Xocavənd deyinlə. Cəlilabadın da böyük hissəsi 200-400'ə düşür.
Qəbələ, Lənkəran, Zaqatala. Bəli, bu doğrudur. D variantı. Şahbuz, Qazax, Bərdə. Bu da yanlışdır. 40-cı sual. Afrikanın şimal hissəsinin cənubdan nisbətən daha quraq olmasının səbəbi deməli bu böyük hissəsinin daha geniş ərazi, belə deyək də, daha geniş hissəsinin şimalda yerləşdiyi üçün okeanlardan uzaq düşür. Ona görə cavab A doğrudur burada. 41-ci sual. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyətlərini soruşur bizdə. Baxırıq. İsti okeanların cərəyanlarının təsiri məruz qalır. Yanlış. Platon ərazisində yerləşir. Yanlış. Böyük Hövzə geoskanda yerləşir. Üzü aləmi kağısıdır. Bəli. C doğrudur. Dağ silsilələri yəhət olunmuşdur. Yanlış. Tropik şılan vuruşanda yerləşir. Bu da yanlış. 42. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu əldə etmək olar? Təbii ki, xəritə üzərində hansı məlumatı vizual təhlil əldə etmək olar? Bu, vizual baxış nəticəsində biz bunu görə bilərik deyə. Məsafələrin hesablanmasıdır, hündürlüklərin hesablanması, bu kartometrik təhlil aiddir. Ona görə biz bunları çıxardırıq cavablardan. A yanlışdır, B yanlışdır, D yanlışdır, E de yanlış. Doğru cavabımız C. 43. ELV diaqramı məsələn uyğun bəndləri müəyyən edin. Aralıq dənizi, Qırmızı dəniz. Boğaz vasitəsilə Dünya okeanında birləşir. Hər ikisi. 3'e götürə bilərik biz. Hər ikisini. Tropik yumuşanda yerləşir. Bu Aralıq dənizinə aiddir. Şimal tropik xətti keçir. Bu da aiddir Qırmızı dənizə. Geoskal ərazi yerləşir. Baxsaq ki, həm Aralıq dənizi, həm də Qırmızı dəniz hər ikisi geoskal yumuşada yerləşir. 1, 4, 3 aid olan variantlar. Bəli. Uyğun gəlir B variantına. Gəlin baxayın. 5-ci xüsusiyyəti. 3 qütənin sahillərin yuyur. Bu Aralıq dənizidir. Və mərcan mənşə adaları rast gəlinir. Təbii ki, bu Qırmızı dənizdir. Doğru cavabımız B variantı. 44-cü suala baxırıq. Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Geindasiya prosesləri üstünü təşkil edir. Yanlış akkumulasiya olar. 4-cü buzlaşmasında izlər müşahidə olunur. Ümumiyyətlə, Cənubi Amerika 4-cü dövr buzlaşmasına məruz qalmayıb. Ona görə 2 də yanlışdır. Formalaşmasında çayların rolu böyükdür. Bəli, 3 doğrudur. Hamar relyefə malik olan alüvyal düzənliklərdir. 4 də doğrudur. Platformanın qalxan hissələrinə uyğun gələr yaylılar. Amma bunlar ovalıqlardır. Ona görə 5 yanlışdır. Seismik cəhətdən sabit ərazilərdir. Bəli. 6 da doğru. Çünki hər ikisi platformada yerləşir. Doğru cavablarımız olur. 3, 4 və 6 olur burada C variantı. 45. Uyğunluq pozulmuşdur. Gəlin baxan görə burada uyğunluğa pozulmuşdur. Vulkan mənşəli adalar, bəli. Havay adalar vulkan mənşəli 3 doğrudur. 5. İslandiya vulkan mənşəlidir. Yəni 3 ilə 5-i bütün cavablardan çıxardırıq biz. Qalır 2, 4. 1. Mərcan mənşəli adadır. Maldiv adaları doğrudur bu. 2. 2 verir bizə Kalimantan adası. Kalimantan adası materik mənşəlidir. Ona görə 2 yanlışdır. Mərcan deyil. Və bizə verir burada 4. Newfoundland adası. O da materik mənşəlidir. Deməli doğru cavabımız bizim olur. Bu da C variantı. 46. Dünyanın əsas daş kömürü yataqlarını müəyyən edin. Gəlin müəyyən edən görə dünyanın əsas daş kömürü yataqları hansılardır? Mərkəzi Afrika xeyr, yanlışdır. Apalaçalar doğrudur. Orta Sibir doğrudur. Böyük Çin üzənliyi deməli, Böyük Çin üzənliyi də bəli, bu da doğrudur. Cəm Şərqi Asiya yanlışdır. Florida elması yanlışdır. Doğru cavablarımız olur burada 2, 3, 5. A variantı. 47-ci sual. Miqyası olan xəritədə 1 bölünsün 300 milyon xəritədə uzunluğu 15 cm olan yolun uzunluğu 1 bölünsün 500 milyon xəritədə neçə santimetr olar? Gəlin hesablayalım bunu. Biz ilk öncə buradan 1 santimetrə düşüb 3 kilometr və 15 santimetrə götürürük biz x. Əgər uzunluğu tapırıq burada nə qədər? Olur 45 kilometr. 45 kilometr əgər uzunluğu tapdıq və ikinci xəritənin miqyasını bilirik ki 1 santimetrə düşür nə qədər? 5 kilometr. X santimetrə götürürük biz 45 kilometr. X tapırıq buradan 9 santimetr. Doğru cavabımız olur D variantı. Baxırıq 48-ci suala.
Coğrafi uzunluğu üçün çarpışan orta meydan. Üçün çarpışan orta meydan tabanında 3'ü vururuq biz. 15'e 45 şərq uzunluğu edir. 45 şərq uzunluğundan 45 derece qərbə geçsək, 0-cı uzunluğa çıxaraq və 0-cı uzunluğa yerləşən şəhər hansıdır? London. Doğru cavab E variantı. 49. 49'da deyir ki bizə xəritə İskəndər işarələnmiş ərazidə yayılmış iqlim tipi. Bu mülayim isti iqlim tipidir. Burada doğru cavabımız olacaq bizim mülayim isti iqlim tipi B variantı. 50-ci sual. Əlamətlərin aid olduğu okean cərəyanları müəyyən edin. Gəlin müəyyən edin. Sakit okeanda yerləşir. Asiya qitəsinin iqlimə təsir göstərir. Yağıntılar miqdarını artırır. Musonlar. Gulf Stream, Alyaska, Kanar, Krosio. Təbii ki, burada cavabımız olacaq bizim Krosio cəryanı, isti cəryandır. Yağıntıların miqdarını artırır və Asiyanın şərq hissəsindən təsir göstərir Asiya iqliminə. Yağıntıların miqdarını artırır, sakit okeanda yerləşir. Doğru cavabımız C variantı. 51. Xəritə iskaməsindən fiziki aşınmanın intensiv olduğu məntəqələri müəyyən edin. İntensiv olduğu məntəqələr istəyirsə bizdən gəlin müəyyən edin burada. Görək hansı məntəqələrdə intensiv gedir. Deməli bu səhra və yarımsəhra daha intensiv olar. İkinci məntəqə 4-də və 6-da. 2, 4, 6. Doğru cavabımız C variantı. Baxırıq biz buradan deməli 52-ci suala. Temperaturu 30 dərəcə olan 1 metr kub havanın nisbi rütubətliyi 65% təşkil. Temperaturu 10 dərəcə aşağı düşərsə olacaq 20 dərəcə temperatur. Havanın nə qədər rütubət itirdiyini hesablayın. İlk öncə biz 30 dərəcədə 65% tapırıq. Biz bilirik ki 30 dərəcədə 30 qram su buxarı olur. 30 qram 100%. X qramda 65%. X tapırıq buradan 19,5 qram. Və 20 dərəcədə temperaturda biz bilirik ki 20 dərəcədə neçə qram su buxarı olur? Maksimum 17 qram su buxarı olur. 19,5'dən çıxırıq 17'sin qalır 2,5 qram. Doğru cavabımız olur burada C variantı. 52-ci sualda. Baxırıq biz 53-cü suala. Üçüncü sualda deyir ki bizə okeanda dərinliyi 7500 metr olan çiçəkliyə ekholtdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilir. Biz bilirik ki səs 1 saniyə gedir 1500 metr yol qət edir. X saniyədə gedəcək 7500. X tapırıq buradan 5 saniyə çiçəkliyin dərinliyinə çatır. Amma geri qayıtmasında tapmaq istəyirsə biz 5'i də vurmalıyıq 2'yə. 10 saniyə. Böyləcə cavabımız 10 saniyə. 54-cü sual. Bizə deyir ki, dəmir fizik yataqları müəyyən edin. Gəlin müəyyən edin. Azərbaycanda dəmir fizik yataqları hansılardır? Göydərə xromit yatağıdır, yanlışdır. Dəmiroğlu, bəli, 2 doğrudur. Hamançay, 3 də doğrudur. Ağ yataq, civə yatağı 4 yanlışdır. Daş kəsən, bəli, 5 də doğrudur. Qassaqda polimetal yatağıdır, 6 da yanlışdır. Deməli doğru cavabımız olur bizim burada 2, 3, 5. 54-cü sualda. Baxırıq biz 55-ci suala. Kore yarımadasına aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edin. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür. Muson rejimi olduğu üçün yaylar olar. Deməli bir yanlışdır. Platorma sahəsində yerləşir. Bəli. 2 doğrudur. Fəaliyyətli olan vulkana yayılmışdır. 3 yanlışdır. Şimal mülayim işıqlama quşağında yerləşir. Bəli, 4 doğrudur. Yapon dənizi və Siyam körfəzi. Siyam körfəzi bu həmin ərazi deyil. Daha cənubdadır. Deməli 5 yanlışdır. 6. Ərazisində muson iqlim tipi müşahidə olunur. Bəli, 6 doğrudur. Deməli doğru cavablarımız oldu 55-ci sualda. 2, 4, 6. Baxırıq 56-cı suala biz. Doğru fikri müəyyən edin. Doğru fikirlər isə bizə Norveç, Bering, Oxot və Yapon dənizləri bioloji etlə zəngindir. Bəli, doğrudur bu. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşdirilmiş okean suyuna istifadə edilir. Bu yanlışdır. Cənub-Qərbi Asiyanı daha çox deyə bilərik biz. Namiya sahillərində almaz hasil edilir. Doğrudur bu. Şimal dəniz sahilləri zəngin, daş kömüriyetlər zəngindir. Bu yanlışdır. Hazırda İndo-Okean dəniz yük daşımasında birinci yer tutur. Bu da yanlışdır. Süveyş və Panama kanalları
Dəniz nəqliyyatında mühüm rol oynayan doğrudur. Deməli, biz isə doğruları istədiyi üçün doğrularımız olur 1, 3 və 6. Baxırıq 57-ci suala. 57-ci sualda bizə litosfer tavalarını veriblər. Birinci tava Ərəbistandır. İkinci tavada Naska tavasını verib bizə. Uyğunluğu istəyir bizdən. Gəlin müəyyən edək. Materik tipi yer qanunu malikdir. Bu olacaq Ərəbistan. Həm materik həm okean tipi yer qanunu malikdir. Bu heç birisinə aid deyil. Okean tipi yer qanunu malikdir. Naska. Cənub-qərb istiqamət hərəkətidir. Heç birisi. Sakit okean olduğu dəqiqəsinin daxildir. Bu da təbii ki Naska tavası. Yəni biri olacaq A, 2 olacaq C və Y. Oxuyuruq situasiyanı. Situasiya deyir bizə. Bakı və Abşeron yarımadası palçı vulkanlar qrupu dövlət təbiət qrupunun daxil olunan Otman Bozla palçı vulkanı Azərbaycanın ən iri və ən fəal palçı vulkanlarından biridir. Bu vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovlar müşahidə olunmuşdur. Vulkan hündürlüyü 4 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlara parçalanmışdır. 58-də deyir bizə, mətndə verilmiş vulkana aid xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edək. Vulkan yerləşir tekton zona. Bu tekton zonu biz deyə bilərik Böyük Qafqaz. Böyük Qafqaz. Vulkan yarandığı suxurlar, təbii ki, vulkan yarandığı suxurlar olacaq çöküm mənşəli. Çökmə. Vulkanın püskürdükdən sonra səthə bərkimiş materiallar brekt deyirlər ona. Palçı vulkanlar püskürməsi nəticəsində ətrafa yayılan quru palçığa və bərkimiş palçığa biz nə deyirik ki, ona brektdir. Vulkan yamaclarında yaranan relyef formlar ümumidir. Ümumiyyətlə, deyək ki, yamacı dərin yarğanlara parçalanmış arid yöndəsən relyef formlar yaranacaq həmin ərazilərdə. Əli 9-da deyir, mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı ərazilər müəyyən edin. Təbii ki, Azərbaycanda yayıldığı ərazilər biz deyə bilərik ki, Abşeronda var. Qobustan. Cənub-Şərqi Şirvan. Xəzər dənizinin şefi. Aha. Və ən az 3 nümunələr sayı bilərik ki, biz burada deyək ki, vulkanlar istəyik ki, bizdə hansılar var burada? Torağay vulkanı. Qoyurlar buradan qeyd edək. Çeyrəki. Vulkan qeyd edə bilərik. Axtarma Paşalı. Paşalı. Bu vulkanları qeyd edə biləriz. 59-u dedik, keçirik 60-cı suala. 60-cı sualda deyir ki, bizə mətndə verilmiş vulkan tipinə aid xüsusiyyətləri cədvəldə yazın. Vulkanların yerləşdiyi ərazidə yayılmış fayda qazıntılar, təbii ki, neft, qaz. Vulkanların əhəmiyyəti. Ümumiyyətlə, palçı vulkanların Azərbaycanda əhəmiyyətindən ibarətdir. Azərbaycanda palçı vulkanların əhəmiyyəti biz deyirik, dəri xəstəliklərdir, əsəbdir, oynaq xəstəliklərdir. Yəni, müalicəvi əhəmiyyəti var. Müalicəvi əhəmiyyətini yaza bilərsiniz. Və son zamanlarda təbii ki, həmin əraziləri turistik cəhətdən turizm zonasına çevrilir. Bunu da qeyd edə bilərsiniz.